Xorlama hər zaman normal deyil. Bu, bəzən xəstəlik, yəni yuxu apnoyasının bir əlamətidir. Yuxu apnoyası yuxu zamanı tənəffüsün təkrarlayan şəkildə dayanmasıdır. Bu, tənəffüs yollarının daralması nəticəsində olur və vücudda oksigen miqdarının aşağı düşməsi ilə nəticələnir. Yuxu apnoyasının səbəbləri nələrdir? Adətən artıq çəkili olmaq, boyun nahiyəsinin piyli olması, üst tənəffüs yollarının anatomik pozğunluğu və ya genetik faktorlar səbəb ola bilər. Yuxu apnoyası olan şəxslər adətən yuxuda xoruldamaq, gecə tez-tez nəfəs durması ilə oyanmaq, gündüz yorğunluq və ya baş ağrıları, həyat keyfiyyətinin azalması, istənməyən yerlərdə yuxuya getmək, məsələn, avtomobildə, sükan arxasında, kinoda və ya işdə yuxuya getmək kimi şikayətlər olur. Eyni zamanda gecə tez-tez siddiyə qalxmaq kimi simptomlar da olur. Bu xəstəlik müalicə olunmazsa, həyat keyfiyyətinin azalması ilə yanaşı yüksək təzyiq, ürək xəstəlikləri, infarkt, insult kimi ağırlaşmalara səbəb ola bilər. Hətta yuxuda ani ölümlərə də səbəb ola bilər.